Möhtərəm müsəlmanlar, ən birinci təqva olmağımıza çağırıram. Və keçən xütbədə aydın oldu ki, insan bu dünyada nə baş verirsə, hamısı imtihandır onun üçün. Allah subhanətə alə hər kəsi bir cür imtihana çəkir. Birin qadın ilə, birin övlad ilə, birin mal ilə, birin xoşbəxtliyi ilə, birin bədbəxtçiliyi ilə və s. Nə olur? İmtihandır. Və fəqət bu imtihandan ən gözəl çıxanlar ancaq möminlərdir. Və ancaq mömin ola bilər. O adam ki, Quran və sünnəni öyrənər, onu tətbiq elə həyatında. Yoxsa o bu imtihandan yaxşı çıxmır. Və aqil insan daima dünyada olan hadisələrdən faydalanır. Ona görə mömin nəyə görürsə orada Allah subhanətə alə imanı artar. Və məsələn, baxanda Allah təala məxluqatına adi bir, necə biz qeyd etdik, tikan batsa da möminə, mömin sevinər. Çünki bilər ki, Allah təaladandır və Allah subhanətə alə onun günahını yuyur və savabını artırır. Bu ancaq mömindir, mömin üçündür. Bu ancaq mömin bunu başa düşər. Ağlı insan həmçinin bəzi hadisələrdən də faydalanar. Və böyük hadisələrdən də hansı ki, zamanımızda necə bilirsiniz, artıq məktəblər qutarıb və imtihanlar başlayır. Və yay gəlir artıq. Və yayda müəyyən səfərlər olur ki, çox vaxt görürsən. İnsan özün, yəni müsəlman, özün belə vaxtlarda necə aparmalıdır? Necə baxmalıdır belə məsələlərə? Amma imtihan, möhtərəm müsəlmanlar, hər kəs imtihanda olub. O hələm axirət imtihanı deyil. Dünya imtihanıdır, cüz'i imtihan. Hansısa sinifdən sinifə keçmək üçün və ya umumən. Ola ki, bax insan onu necə hazırlaşır, özün görürsən. Görürsən, biri imtihana hazırlaşmaq üçün az başlarını görsənməyə. Deyirlər, haradasan? Deyir, imtihana hazırlaşıram. Görürsən, dostların tərk eləyir. Özün yorur. O şeylər ki, faydasızdır, tərk edir onları. Ciddi olur. Fikirlərin hamısını tənzimləyir. Qorxur. Qorxur ki, pis qiymətlərdən, pis nəticədən. Hətta nəinki o bu vəziyyətdə olur, hətta onun valideynləri. Və bəzən görürsən valideynləri, uşaqları ki, imtihandan yaxşı nəticə alsın deyə, hətta müəllim də tutur. Fikir verirlər, bu dünya imtihana görə necə hazırlıq edir. Allahu Ekber. Görürsən ki, birdən nəticə yaxşı olmadığı heyfsilənir, hətta valideyn. Heyfsilənir ki, nə üçün belə oldu? Biz axı əziyyət çəkdik və s. Bəs axirət imtihanı necə? Bu dünyadakı imtihanı yenə sualları bilmirsən. Amma axirətdə artıq sualları bilirsən. Allah subhanətə deyib ki, axirətin imtihanında suallar və budur. Lazım deyil, fikirləşmək necə suallar olacaq və s. Ona nə üçün hazırlaşmır insan? Nə üçün valideynlər, övladların bu cür imtihanı hazırlaşdırmaqla axirət imtihanı hazırlaşdırmırlar, laqeyd yanaşırlar. Məyər əsas budur. Budur əsas, və lakin müəyyən müddət üçün. Lakin əbədiyyən fikirləşmək lazımdır. Lakin bu o deməkdir, tərk elə bunu, bununla da məşğul ol. Və lakin onu yaddan çıxarmayın. Necə hazırlaşsan buna? Heç olmasa biraz da axirət üçün hazırlaş. Biraz da valideyn övladından tələb etsin axirət məsələlərinin, ibadəti, haramdan qorunmaq və s. Lakin görürsən, insan necə nankordur. Allah subhanə hər şey verib ona, məktəb ona heç nə verməyib.
Bir damcı elm, ona yox, övladına. Və lakin necə hazırlaşırlar? Və lakin Allah subhanətə alə sənə həyat verib bu dünyada. Övlad verib. Hər şey verib sənə. Və lakin onun üçün hazırlaşmırsan. Nankor. Qafil. Görün, necə vəziyyətdədir insan. Yaddan çıxardırlar Allah-u Teala əmirlərin və nəhlərin. Allah subhanətə alə bilmirlər ki, Allah-u Teala onlar da imtihana çəkib. Hamısın. Allah subhanətə alə imtihana çəkib sənin yoldaşınla, övladlarınla, malınla. Sən daima imtihandasan. Dostla, düşmənlə. Elə bilmək ki, bir imtihandan qutardın, başqa imtihan da almayacaq. Yox, bir imtihandan insan qutarır, başqa imtihana keçir. Həyat belədir. Hətta Allah subhanətə alə səni mükafatlandırsın. Və yaxşı qiymətlər almayacaqsın, ancaq İslamın yolunu ancaq almaq olar. Və heç vaxt axirət imtihanı yaddan çıxarmır, mühtərəm müsəlmanlar. Ağıllı adam bu cür dünya imtihanlarına ibrət alar. Oturub fikirləşər, subhanallah, gör mən necə hazırlaşıram, bəs axirət üçün necə hazırlaşmalıyam. Mən günah edirəmsə tövbə eləyim. Namaz qılmıramsa namaz qılın. Allahın əmrlərinə tabi də öylənsə, tabi olan, ağıllı adam, hətta məktəb imtihanlarından faydalanlar. Ona görə möhtərəm müsəlmanlar, bu cür dünyanı işlərinə baş qoşmaq və axirəti tərk eləmək kafirlərin əlamətlərindəndir. Allah subhanətə alə buyurur ki, "Əraditum bil həyəti dünya minəl əxirə fəmə mətə'ud dünya fəmə mətə'ul həyəti dünya fil əxirə illə qalil." Tövbə surəsi 38-ci ayə. Allah subhanətə alə buyurur ki, dünya həyatına razı olub axirəti tərk edirsiniz. Hansı ki, dünya həyatı axirət həyatının yanında çox bir az müddətdir. Az müddət üçün çalışırlar ki, çoxu tərk edib. Ona görə fikir ver. Həm imtihan verən cavan, həmçinin onun valideynləri axirət imtihanına bu cür razılaşma lazımdır. Həmçinin möhtərəm müsəlmanlar, mühüm məsələlərdən də biri yay gəlir. Və yayın da öz xeyri var və şərri var. Xüsusən müsəlman gələk öz işlərini hazırlayar. Necə bu yayı keçirəcək? O xüsusən də tətil vaxtı, vaxt çox olur. Ona görə, məsələn, yayda ondan əməllərdən tətildə səfər etmək harasa. Və səfər Allah subhanətə alədən neymətdir. Səfərə çıxmaq, Allah subhanətə alədə Quranda deyir, səfərə çıxın. Hərdən gedin, baxın. Və lakin nə üçün gedməyin harası günah eləməyə? Yox, gedin səyahətə çıxın, ibrət alın. Səfər ibrət üçün çıxmalıdır müsəlman. Həm cismlə istirahətə, həmçinin ibrət üçün, imanı artırmaq üçün. Ona görə bəyənilmir kafir ölkələrinə gedmək, kafir ölkələrinə səyahətə çıxmaq. Ancaq zərurətdə. Xüsusən də cavan, xüsusən də əgər əqidəsi zəif olan adam, bəyənilmir ona bu cür yerlər səfər etmək. Həmçinin möhtərəm müsəlmanlar, səfərə getmək üçün də, səfərə gedəndə də çoxlu ibrətlər var. Gör, insan səfərə çıxanda necə hazırlaşır? Oturub fikirləşir, nə yadımdan çıxıb, birdən nəsə lazım olacaq mənə, o fayda verəcək mənə, götürməsəm, pis vəziyyətə düşə bilərəm. Biz də səfərdəyik dünyada, axirətə. Axirət üçün nəsə hazırlaşmasan. Həmçinin möhtərəm müsəlmanlar, xüsusən də cavanlar, baxmaq lazımdır ki, yayda müəyyən yerləri gedməmək, xüsusən faydasız müəyyən yerləri gedməmək və ya dənizə gedməmək. Gedmək olar dənizə. Gedib çinmək olar dənizdə. Çinmək sünnətdir. Və lakin harada? Cəmaatın içində yox. Hamısı qadınlar paltarsız. Daha o nədir? Onu da çıxart da, o nə qaldı? O nə faydası var? Əleyhləri müsəlman gedməz. Müsəlman öz əhl-i beytini aparmaz ora. Onun razı olmaz. Biz müsəlmanıq. Ona görə fikir ver. Yoxsa dənizə gedmək olar. Elə yerlər ki, heç kəs yoxdur, eyb etməz. Ona görə möhtərəm müsəlmanlar, özünü qoru ki, bu yay.
Ümumən, həmişə, xüsusən də yayda. Belə illəri gedmə. Həmçinin, özünü haramdan qoru. Daimi ləzzəti, neçə saniyə ləzzətə dəyişmə. Bədbəxt odur ki, əbədi ləzzəti, neçə saniyə ləzzətə dəyişir, bədbəxt odur. Və müflis odur qiyamət günü. Həmçinin, möhtərəm müsəlmanlar, vaxtı səmərəli keçir. Belə şeylərdən insan necə qoruya bilər özünü? Ancaq namaz ilə. Allah Subhanahu buyurur, namaz sizi fahiş pislərdən çəkindirər. Namaz, oruc, elm kitablarını oxumaq, faydalı yerlərdə oturmaq, məclislərdə oturmaq, elm məclislərində oturmaq, faydalı səfərə çıxmaq, ancaq belə Allah Subhanahu yoluna dəvət eləmək, belə şeylərlə ancaq özünü haramdan qoruya biləcəksən. Yoxsa sən də batacaq gedəcəksən. Zalimların, özlərinə zülm edənlərin içində. Və belə şeylər insan yaddan çıxatmamalıdır gərək. Hətta peşman olmaya sonra. Bax, Allah Subhanahu bir şəhər əhlindən söhbət eləyir. Və deyir ki, onlara hər şey vermişdi Allah Teala. Hər şey deyir, vermişdi. Bütün neymətlər və s. Və lakin o vaxt ki, onlar Allah Teala'ya asi oldular, Allah Subhanahu onlardan bu neymətdən hamısını aldı. Bu səbəblərinə görə nə ilə dəyişdi neymətdən? Aclıq ilə və qorxu ilə. Necə Allah Subhanahu Nəhl surəsi 112-ci ayədə buyurur. Lakin həmçinin möhtərəm müsəlmanlar, cavanların halına baxanda cavan mühümdür, cavan gələcəkdir. Ona görə fikir vermək lazımdır cavanlara ki, Rabbani tərbiyə ilə tərbiyələnsinlər. Yoxsa hərdən görürsən bəzi xoşu gəlməz hallar, xüsusən də dünən. Biri gəlib, bilinmir kimdir. Ölür. Ölür. Ölür bir dənə onu görməyə. Allahu Ekber. Müəzzin çıxıb minarədə deyir ki, Allahu Ekber. Gəl, 2 rükət namaz qıl. Pul istəmirik səndən. Biletsizdir. Bilet lazımdır öyle almaq. Gəl, 2 rükət namaz qıl. Gəlmir. Biri gəlir, Allah bilir kimdir. Ölür. Fişən yatmaqsa evi ki, Qarabağ almışıq artıq. Qıraqdan bir xərcləmə baxsa, Xankəndə almışıq. Bizim cavanlar. Gör nə gün deyil. Dünən görsəndi nə gün deyil. Belə tərbiyə olmaz. Rəbbani tərbiyə lazım, Rəbbani. Bu ancaq cəmiyyəti korlamaqdır. Belə fahişələri buraxmaq araya və s. və s. Ona görə cavanlar, oyaq ol girən, belə şeylər uyma. Pozmasınlar səni. Kişi məclislərinə getmək lazımdır. Kişilərlə oturmaq, hətta kişi olmaq. Amma hələ insanlarla oturmaq nə olacaq? Allahu Ekber. Ona görə xüsusən cavanlar gərək fikir versinə belə. İmkan vermə sənin postunlar. Ancaq sən necə özü qoruya bilərsən? Ancaq dinlə. Başqa heç nə səni qoruya bilməyəcək. Ona görə özü həlak eləmə, özü fikirləş, özü yazığın gəlsin. Allah Subhanahu dinindən möhkəm yapış. Elm öyrən, məsciddən geriyə qalma, namazlarda iştirak elə. Hətta özün bu haramdan qoruyasan, xüsusən yayda. Allah Subhanahu bizi eşitib faydalardan etsin. Allah Subhanahu bizi haramlardan qorusun, ya Rab. Allah Subhanahu müsəlmanlara kömək olsun. Allah Subhanahu İraqdakı müsəlmanlara kömək olsun. Allah Subhanahu bütün hər yanda müsəlmanlara kömək olsun, ya Rab. Allah Subhanahu bizi fitnədən və fitnə əhlindən qorusun, ya Rab. Allah Subhanahu münafiqlərdən və münafiqlərə oxşayanlardan qorusun, ya Rab. Allah Subhanahu ölkəmizi və bütün müsəlman ölkələrin xətadan, bəladan qorusun. Allah Subhanahu kimin xəstəsi var, ona şəfa versin. Allah Subhanahu qardaşlar ki, cümə namazı qılırlar. Allah Subhanahu onları xətadan, bəladan qorusun, ya Rab. Aqulu haza və əstəğfirullaha li və lakum və lisairil muslimin min kulli zəm. Əstəğfiruhu, innehu huvəl ğafurur rahim.